Herkese salam. Kanalımıza xoş gəlmisiniz. Bugün hara gedirik Nur? Topa gedirik. Abşeron Ticarət Mərkəzində yeni açılan Abşeronland əyləncə mərkəzinə gedirik. Gedək görək tərifləndiyi qədər varmı? Bu videonu izləyirsənsə, deməli biraz olsun real həyat maraqlıdır sənə. Bu kanalda heç nə süni deyil, hər şey olduğu kimidir. Ana olmaq, uşaq böyütmək, gündəlik yorğunluqlar, sevinclər və gəzintilərim haqqında videolar çəkirəm. Mən burada nə mükəmməl ana rolunu oynayıram, nə də hər şeyin ideal olduğunu göstərirəm. Hər şey olduğu kimi paylaşıram. Bəzən yorğun, bəzən çox xoşbəxt, bəzən də sadəcə susub çay içən bir ana olaraq. Ona görə də kanala abunə olsan çox sevinərəm. Çünki bu yol tək yox, birlikdə daha gözəldir. Özünə bir çay süz, rahat otur və videoya davam et. Bu gün qızımla birlikdə Abşeron Ticarət Mərkəzinə gəldik. Açığı bu gəliş biraz maraq üzündən oldu. Son vaxtlar sosial şəbəkələrdə Abşeronland haqqında çox paylaşımlar görürdüm. Blogerlər tərifləyirdi, şəkillər, videolar paylaşırdılar. Mən də düşündüm ki, görəsən doğrudanmı deyildiyi kimidir. Çünki bəzən videolarda hər şey çox gözəl görünür, amma gedəndə reallıq fərqli olur. İçəri girən kimi ilk diqqətimi çəkən hissə həyəti oldu. Mən bu yaşımda həyətindən ayrılmaq istəmirdim. Elə bil bir uşaq nağılının içindəsən. Demək olar ki, bütün sevilən cizgi film qəhrəmanlarının maketləri var idi. Nur, onlar nədir? Qızdır. Qızın saçlarına bax, güllərdəndir. Nə qəşəngdir onu bura. Bax, orada şirinlər var qızım. Gedək. Gəl. Bax, ayı da var orada, maşan ayısı. Hə. Ne qəşəngdir Nuni. Kimdir o? Kimdir o Nur? Maşa. Maşa. Ne var? Hə, Tomla Jerry var. Ay, çok qəşəngdir onu bura, bəyəndim. Hələ nəzərə alaq ki, bura tam hazır deyil, işlər hələ də davam edir. Amma buna baxmayaraq dizayn artıq insanın ürəyini açır. Düşünürəm ki, yaya qədər bura tamam başqa bir yer olacaq. Nurun reaksiyalarına baxmaq isə ayrıca bir zövq idi. Tanıdığı bütün cizgi film qəhrəmanlarının adlarını deyirdi. Girişi isə bu şəkildə yeni il dekorları ilə bəzədilmişdi. İş saatlarda qapının üzərində belə göstərilib. Düzünü desəm düşünürdüm ki, içəridə çox adam olmayacaq. Fikirləşdim ki, yeni açılıb, hələ çox adam tanımır, amma elə olmadı. İçəridə kifayət qədər çox adam var idi. Və işçilər deyirdilər ki, hələ bu az versiyasıdır. Axşam 6-dan sonra isə daha çox adam olur. Vlogda istifadə etmək üçün hər detalı, hər güşəni çəkirdim, amma heç kim vlog çəkdiyimi bilmirdi. Ona görə də yəqin kənardan biraz qəribə görünmüş ola bilərəm. İndi isə gələk qiymət məsələsinə, çünki valideyn üçün bu çox vacib bir mövzudur. Hal-hazırda qiymətlər belədir. 1 saat 4 manat, limitsiz isə 10 manat. Açıq, bu qiymət məni çox təəccübləndirdi, çünki adətən belə əyləncə mərkəzlərində qiymətlər daha baha olur. Bilmirəm bu qiymətlər nə vaxta qədər belə qalacaq, amma məncə hələ ucuz ikən istifadə etmək lazımdır. Oyun zonası 2 hissəyə ayrılıb, bir hissə 1-3 yaş uşaqlar üçün nəzərdə tutulub, digər hissə isə 4-12 yaş uşaqlar üçündür. Bu bölgü çox yerində olub, çünki balaca uşaqlar üçün ayrıca mühit daha təhlükəsizdir. Nur da öz yaşına uyğun hissədə rahat oynadı. Ümumiyyətlə hər şey valideyn düşünülərək edilib deyə bilərəm. İşçilərin sayı kifayət qədər çox idi. Hara baxırsan bir nəzarətçi var idi. Bu mənim üçün çox önəmli bir məqamdır. Çünki uşaq oynayanda valideynin gözü arxada qalır. Amma burada özümü rahat hiss eləyirdim. İkinci ən bəyəndiyim məqam isə təmizlik oldu. Hər tərəf tərtəmiz idi. Uşaqların oynadığı yerlər, toplar, sürüşkənlər hamısı səliqəli idi. Açığı bəzi əyləncə mərkəzlərinə girəndə insan çox narahat olur, amma burada o hiss yox idi. Bu da göstərir ki, təmizliyə diqqət yetirilir. Məncə valideynlər üçün bu çox vacib bir detaldır. Oyun zonasına gəldikdə isə demək olar ki, şəhərdə olan bütün əyləncələr burada da var idi. Top havuzları, sürüşkənlər, trampolinlər, amma məni sevindirən təkcə bunlar olmadı. Uşaqlar üçün məntiqi oyunlar da var idi. Yəni uşaq həm oynayır, həm düşünür. Bu tip oyunlar məncə çox önəmlidir. Üstəlik şəkil çəkmək üçün ayrıca zonalar da var idi. Həm uşaqlar əylənir, həm də valideyn üçün xatirə qalır. Mən çalışdım ki, hər detayı çəkim, çünki bu videoya baxan analar üçün bu görüntülər önəmlidir.
Nur da orada 3 rəsm rənglədi. 3 yaşında uşaq üçün karandaş tutmaq çox yaxşıdır, amma təbii ki, hələ kənara çıxmadan rəngləyə bilmir. Bəzən dayanıb diqqətlə baxır, sonra davam eləyir. Mən də kənardan onu izləyirəm. Bu cür xırda mənim üçün çox dəyərlidir. Çünki uşağın inkişafını görürsən, həm fiziki, həm də diqqət baxımından. Belə yerlərin uşaqlara verdiyi faydanı burada daha aydın görmək olur. Bu videoda biraz da analarla söhbət eləmək istəyirəm, çünki mənim kanalıma baxan analar çoxdur. Hər ana bilir ki, uşağın böyümə prosesində hər mərhələ ayrıca bir macəradır. Bəzən çox çətin, bəzən çox gülməli, bəzən də insanı sınağa çəkən mərhələlər olur. Ona görə də düşündüm ki, Nurun əmzikdən və bezdən çıxma prosesini sizlə də paylaşım. Bəlkə kiməsə faydası olar, bəlkə bir ana özünü tək hiss eləməz. Əvvəlcə onu deyim ki, hər uşaq fərqlidir, hər prosesin də öz vaxtı var. Kiminsə uşağı tez ayrılır, kiminsə uşağı gec. Nur 2 yaş 4 ya 5 ayına qədər əmzikdən ayrıla bilmirdi. İlk cəhdimi 1 yaş 9 aylığında eləmişdim, amma alınmadı, çox ağlayırdı, yatmırdı. Mən də dayana bilmədim. İkinci cəhdim 2 yaşında oldu, yenə də eyni vəziyyət. O zaman anladım ki, uşaq hazır deyil. Sonra 2 yaş 4 ayında əmziyin ucunu azca kəsdim. Yavaş-yavaş 2 həftə ərzində özü ayrılmaya başladı. Bir neçə gecə ümumiyyətlə vermədim və istəmədi. Açıq bu proses mənim üçün ən çətin mərhələ oldu deyə bilərəm. Amma sonunda alındı. Bez məsələsində isə bağçadakı dayəsi mənə çox kömək oldu. Orada güvəcdə oturmağı öyrəşdi. Mən də evdə davam etdirdim. Gündüzlər artıq bezdən istifadə eləmirik, amma gecələr hələ də bez bağlayıram. Çünki Nur gecələr 200 butulka su içir. Ona görə də gecə bezindən çıxarmağa tələsmirəm. Düşünürəm ki, bu yay bu prosesi də rahatlıqla həll eləyəcəyik. Hər şeyin vaxtı var, tələsmədən, uşağı yormadan. Bu arada qeyd edim ki, Abşeron Landin həyətini daha geniş çəkmişəm. Videonun sonunda görəcəksiniz. Maşını olanlar üçün gəlmək çox daha rahatdır. Maşından birbaşa gəlmək mümkündür. Maşını olmayanlar üçün isə biraz çətinlik yarada bilər. Çünki çıxanda taksi tapmaq bəzən vaxt aparır. Amma ümumilikdə məkan rahatdır. Ailə ilə gəzmək üçün uyğundur. Bebeğe yemeği vereyim. Çay. Nur. Mənə bundan ver də. Neçədir? Bax, ora bax. Zürafəyə bax. Hoppan indi. Hoppan. Hoppan bax. Almışam ben. Onun ayrıca verin. Akşam yemeğinde ona 10 yıkız verin. Orada var da şeyde de ya kutladı ya dermaz kapının içinde de.
Qızım mənə çay gətir. Bəs çay hanı? Çay. Git çay gətir. Yemək istəmirəm. Yemək. Yemək yiyeyim. Sür kız göbəni. Nədir? Nə? Oturmaq istəyirsən? Gözlə. Qurtardı, yenidən tök. Çay da ver də çay. Yine. Bırakma. Bırakma. Get 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 get. Ay sağ ol. Bak. Şimdi geri gel. Yok. Oradan birin üstüne git birin. Ay sağ ol. Yine hoppan hoppan. Ne oldu? Kırağa çıkmadan renkli. Nasıl renkli? Kırağa çıkma. Gedək. Gel. Nədir o kızım? Nədir o? Nədir? Labubudur. Labubu orada da var. Cegül. Cegül. Get gir evə. Qapını döy. Açmadılar. Açmadılar. Beləliklə bugünkü vloqumuzun da sonuna gəldik. Ümid edirəm video sizin üçün maraqlı və faydalı oldu. Əgər xoşunuza gəlibsə, videonu bəyənməyi unutmayın. Rəylərdə fikirlərinizi yazın, bu mənim üçün çox dəyərlidir. Növbəti videolarda yenə real həyat, ana söhbətləri və səmimi anlarla görüşənədək. Özünüzə və balalarınıza yaxşı baxın. Nur, get orada gör nə var. Bax, düz get. Düz get, gör nə var orada. Get, get, qaç, 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 qaç. Gəlirəm. Gəl bura. Gör nə var orada. Bax. Gör orada nə var, maşına bax. Maşın, maşında kim var? Barbie var. Get Barbie'nin yanına. Bunu da tapdıq. Gör nə qəşəngdir onu bu. Gedirsən Barbie'nin yanına.
Gəlin ona. Gedək Allah ha bu. Labı budur bu. Nədir? Hamburger. Açım yeyirsən? Yaxşı. Yuxun gəlir. Yatırsan?